Salam əzizlərim, yeni bir gündən, yeni bir vlogdan, evimizdən sizləri bir daha salamlayıram. Xoş gəldiniz, səfalar gətirdiniz, necəsiz əzizlərim? İnşallah həmişə yaxşı olasınız. Bizlər də əlhəmdülillah yaxşıyıq. Tarixini sorursanız bu videonu bugün bir telefonu açdım ki çəkiliş edim. Fevral ayının 11-i. Amma çox böyük ehtimal ki, yəni video olarak çəkib bitirsəm, bu videonu yəqin ki Ramazanlı günlərdə izləmiş olacaqsınız. Yenə mətbəximdə ailəm üçün nələrsə hazırlayarkən çəkiliş etməyi daha çox sevirəm. İstirahət zamanlarım, nələrləsə məşğulamsa, işlə, güclə belə onları çəkiliş etmək üçün özümə rahat hiss etmirəm. İç təmizlik videolarında çox elə sevmirəm çəkməyi. Yalnız mətbəxdə piş-düş edərkən o zaman çəkiliş etməyə mən özümə rahat bilirəm. Belə əzizlər, gedim kartoşka, soğan götürmək istəyirəm. İndi axşam dedim da bugün səhəri gözləməyim, axşam elə lobiya istatdım. Dedim qoy da yaxşı tez bişmiş kimi olsun. Belə bugün də belə qarlı hava göstərir. Əslində 4 dərəcə istilik göstərir, amma çox soyuqdur. Belə lobya supu da pişirim xanımlar. Axşam Rauf balığı aldı, gətirdi. Heç təmizləmədim. Belə elə büktüm, bir dənə də kloka belə büktüm, soyuducunun aşağı hissəsinə qoydum ki, bugün pişirim onu, bir də təmizləyib buzluğa qoymayacağam, elə pişirim sveji. Belə lobya supuna balıq qızardacağım bugün xanımlar. Belə onlardan çəkiliş edərəm inşallah evdən. Belə xanımlar, kartof soğan gətirdim. Nə qədər istifadə edərəm baxaram. Belə bir paçka yuxa gətirmişəm, isladacağım. Bu da o çərəzli qarışımdır, balla olan. 4 banka çıxmışdı xanımlar, ikisini Cəsura verdim. Oy, çoxdan yedi qutardı. Nura da bir bankanın gücündən də, yəni mən məcburlayaraq, yadına salaraq, əlimdə qaşıqda belə qaşığa qoyuram, altında nəlbəki qoyub aparıb zala veririm ki, Nura ala bunu ye, bax o vəziyyətdə yedirtdim bir bankanı. Baxdım ki, Nurayın payından bir banka qalıb yemir də, çıxartdım yenə bunu soyuducudan. Yəni mən yaddaşlıq eləməsəm yemir. Elə üstündən baxın belə bir qənd qabı qoydum Cəsura, qapaqlı şüşəli qənd qabım var. Ondan bir qoydum, verdim Cəsura, dedim ala bu sənin olsun. Bunda Nuray yer. Yarasında bir qaşıq verdim, xörək qaşığı yedilər. Bunu da qoyaram soyuducuya. Onda da Nuraya verərəm. Cəsura da bir qab götürdüm, verdim. Çaynik qaynadı. Bu da kartof soğanımdır xanımlar. Bu dəmiri yandırdım ki, yəni bugün həqiqətən ev soyuqdur. Yemək piş-düş olanda uje isinəcək istər-istəməz. Hələlik dəmiri yandırdım ki, bura isinsin. Çayın üstündə qaynadı. Belə əzizlərim və izləyicimin də istəyi ilə, öz gözümün yorğunluğu ilə o qaşıq qabını buradan götürdüm xanımlar, amma elə də gözəl bir yerim də yox idi qoymağa. Bura qoydum xanımlar, görün indi mən buna normal bir yer tapacağım. Çünki baxın oradan qazan lazım, onda bunun hamısı tökülür yerə, təzədən yığılır. Bax belə. Darısqallıqdır bizdə yer baxımından. Götürdüm. En azından oradan götürdüm. Çünkü qabıda rahat değil. Qaşıqlar içində ibəcər durur da, belə pis durur. Ona görə götürdüm. Belə biraz seyrəldi, amma meyvə qabını bir sanmır. Oraya istifadə olunurdu ya. Boş olanda hər qoydum. Sonra yenə nəsə edən kimi götür o yana, qoyan o yana, bu yana çox oynamasın. Dilə durubdu orada, nə bilim. Düzdür. Mətbəxim mənə balaca kimi gəlir, amma yenə də buna da şükürlər xanımlar. Yəni idarə edək, neyin prosto istəyirəm əldə olsun meyvə. Meyvəni ki, yuyub mən ortalığa qoymadım. Uşaqlar götürüb yeməyəcəklər də. Ona görə yuyub belə deyirəm ortalıqda olsun, mətbəxdə. Gedən gələn götürsün, yesin elə, amma masada yer olmur. İşdə görəndə vəbşə yer olmur. Belə xanımlar. Bu kökü də yuyum indi çəkim birinci. Birinciyi bu lobyanı yaxalayayım. Baxın nə qəşəng şişib. Bunu yuyum, qoyum qaynamağa. Qırmızı lobyaydı. Su pelim çünkü Nuray saat 1'de gedəcək hazırlığa. Lobya su pişsin, ondan yesin, gitsin. Tez pişəcək, bir saata həll olar məncə o. Burada da sonuncu bulyonumdur. Baxın, belə özündəki yağa baxın, nə qəşəngdir. Amma bilmirəm, unutmuşam. Yəni toyuq ola bilməz, məncə dan ətin olar, nə bilim. Neyse bu bulyona edərəm, yəni etlə yox, elə bulyona əlavə edərəm.
Belə əzizlərim. İndi bunu yaxalayım, yum qoyum qaynamağa və kökləri təmizləyim, yum, sok çəkim uşaqlara verim içsinlər. Mən də lobya supunu ona qədər hazırlayım. Hələ çörək də ıslatmalıyam. Çörək də ıslatmalıyım. Biz əslində Trabzon çörəyi də var xanımlar, ondan istifadə edirik. Baxın, bir dənə yuxa qalıb içində. Çörək də ıslatmaq lazımdır. Neyse, telefonu söndürüm, sok çəkməkdir, nə bilim, bunu yuyub asmaqdır, onları elə kamerasız da etmək olar, əzizlərim. Uyğun olanda, uyğun biləndə kameranı açaram, sizlərlə birlikdə bugün işlərimizi görərik. Mən kök sokunu çəkdik, içdik, indi bu da dolub, bunu da aparım, atım. İndi nə edəcəm, xanımlar, nə etdim? Bu qırmızı qazanda qaynadı, bir burum qaynadı, mən qablarda yudum götürdüm. Zəif qaynadı çünki dəmir üzərinə qoymuşdum da xanımlar. İndi mən o suyu süzdüm. Baxın, qazan burada da görürsünüz. Suyu da süzdüm. Bir dəfə də qaynar su açdım üzərinə. Yəni lobya heç axşamdan istiğa qoymasanız da elənç olur, yumuşaq bişər. Mən adətən istiğa qoymuram xanımlar. Səhər belə bişirəndə yuyuram və üzərinə su alıb qoyuram qaynamağa. O qaynayır 5-10 dəqiqə qaynayandan sonra götürürəm o suyu atıram, süzürəm qazanın kənarından və üzərinə yenə soyuq su alıram, belə yaxalayır, tökürəm onda, sonra filtrdən keçirilmiş su ilə qoyuram bişməyə. Baxın, indi də elə etdim, yenə o suyunu da atdım, çox qırmızı deyildi uje. Onu da atdım, yaxaladım və bişirəcəyim qazana aldım. İndi üzərinə bulyon da əlavə edəcəm xanımlar. Belə, bunda bişəcəyində kartoşkasını da soyuma əlavə edim, soğanını da, soğançasını hazırlayım. Belə xanımlar, lobyamız hazır olsun. Göyərti də evdə olmalıdır. Baxaram, görüm hansından var. Bir dənə də kofimi içeyim xanımlar. Bu dəfə kofimiz bundandır. Belə, Jacobs Gold Nasışınız, Balansirovanный vkus. Mən ən çox Jacobs kofelerini sevirəm. Lap yaşıl qapaqlısı da olsun, ya bu. Amma bəzən Nescafe'də alırıq. Yəni o da bunu kimdə, amma digərləri yəni çatmır da Jacobs'a mənə görə. Belə xanımlar, indi bu qaynasın. Bir də mürəbbəni axşam qonağımız vardı, Nuray belə qoydu xanımlar. Bu qəddana, bunda qapağı yoxdur. İndi boşalacağım ona və üzərinə yenə əlavə edib qoyacağım, burada dursun. Telefon bilmirəm, keçirdim yoxsa tripoda çəkinmi, elə çəkiləcək belə şey də yoxdur. Bunları soyum xanımlar. Belə əzizlərim. İş görürəm, deyirəm, çox uzun olmasın deyə, bəzən çəkmirəm, sonra qayıdıram, təzən deyirəm, yox, indi açım görüm, deyim lobyanı ki, yəni belə edirəm. Yəni, yenə təkrarlayayım ki, yəni axşamdan islatmaq elə vacib deyil. Su alın üzərinə, qoyun qaynamağa, 10 dəqiqə qaynadı, o suyu atın, buz kimdə, yəni soyuq su ilə yaxalayın, o lobya elə bir şok keçirir də. Ondan sonra da üzərinə yenə bişirəcəyiniz təmiz suyu əlavə edin, qoyun qaynamağa, onda da tez bişir. Temboli belə qırmızı lobyanın da rəngi olur. Bunun rəngi yaxşı çıxdı. Həm axşamki istağa qoyduğum su qıpqırmızı idi. Bir əldə qaynatdım, süzdüm, yaxaladım. İndi suyu təmiz olacaq. Tomatını da çıxardım. Yax soğan edim, hazırlayayım xanımlar. Bir də biraz pomidor da var. Bilmirəm, əlavə edeyim, etməyim. Baxaram.
Uje tomatını əlavə etmək olar. Məncə yox, biraz da qızarsın, ağıdır. Çox az da semçika yağı da əlavə etdim xanımlar. Belə göyərtlərdən cəfərim var idi, biraz soğan idi, yaşıl soğan, bir də şüyüd. Ona görə bir dəstələ şüyüdün hamısını istifadə etdim ki, yine yarısını saxlasın, yine xarab olacaq orada. Cəfəri də balıqla ilə, yəni qırmızı soğanla doğrayaram, cəfərini qarışdıraram. Belə. Şüyüdün hamısını bura doğradım. Bir qazan edirəm bugünə, sabaha, yəni sulu yemək olsun. Düzdür, siz bu paylaşımı izləsəniz, Ramazanlı günlərdə izləyəcəksiniz, əzizlərim. Allah hər birinizin oruclarınızı, niyyətlərinizi qəbul etsin. Belə xanımlar. Bu da belə qaynayır burada. Bulyonu da əlavə etdim. Bu uca pişmiş olar. Yağ soğan hazır olsun. Namusuz mən çörəyi yuxarı islatmadım. Çünki əlim bu soğanını belə yeməkli istəyirəm təmiz. Burunla bitim. Sonra onu isladım. Belə. Bu soğanın da içidir xanımlar. Bizim soğanları çox az qalıbdı. 1-2 salmışdıq. Fevralda qutarır. Az qalıbdı. Cücərdilər xanımlar. Hamısının içi baxın belədir. Yəni bu yağ soğana doğranası deyil. Amma atmadım da xanımlar. Dedim, yəni soğanda dadı var. Balığı indi bastırma kimi edərəm, onu əlavə edərəm. Yəni soğanın öz içidir, bir dəfə də yaxalayaram, lap belə. Görürsünüz xanımı necə cücərib yedirlər, bax belə. Yaxalayaram, balığa doğrayaram, heç nə olmaz ondan. Uca tomatını əlavə edeyim xanımlar. İndi də biraz soğan da, tomat da qovrulsun xanımlar. Görək kartoşka pişib. Pişib kartoşka. Ucu kartoşkanı da ezmək olar. Əslində bax bu zajarkaya, yəni bu soğançaya xanımlar, evdə var kök də əlavə edə bilərəm, amma deyirəm uşaqlar o kökü yeməkdə sevmirlər deyə əlavə etmirəm. Düşünürəm eyb yoxdur, elə sokunu içirlər. Bir də pomidorum da vardı açıq bankada, onu da əlavə etmədim ki, onu mən doğurub bişirmişdim, o belə balaca kusok kimidir da. Onu da görsələr, hansısa biri səsini çıxardacaq. Ona görə elə tək tomat əlavə etdim. Ona görə gördünüz, tez pişdi, heç 1 saat yoxdur. 1 saat yoxdur, 12-20 saat hazırdır demək olar. Bunun kartoşkasını ezmək qaldı. Duzunu, hər bir şeyini əlavə etmişəm, göyərçini də doğramışam. Amma onda deyim, mən səhər yeməyi yemədim, elə sok içdim. İndi də biraz var, o kofini hazırlamışam, onu içirəm. Çünki belə uşaqlar üçün tez yeməyi hazırlayanda elə başım ona paraşa gidiyorum, tez hazırlayayım. Eyb yox, elə mən də bundan da bir boşqa içərəm. Yağ soğanı söndürdüm. Və xanımlar, nəhayət lobya supumu hazırladım. Göyərçisini də əlavə etdim. Mən kartoşkasını çıxardıram, əzirəm və kartoşka ilə bərabər gələn lobyalar da əzilir. Yəni tam lobyanın hamısını əzmirəm. Kartof əzərkən nə qədər gəlirsə onları əzirəm. Baxın belə. Göyərçisini də əlavə etdim. Yenə qaynağa düşdü, hazırdır vəsə. Biz bu şəkil pişiririk xanımlar. Çox qəşəng dadlı olur. Yəni duru su kimi sevmirəm. Baxın belə. Qatı formada. Belə.
Göz hakkınızı helal edin əzizlərim. Allah hər birinizin ruzunuzu bol etsin. Bunu söndürürəm xanımlar. Onda deyim qapağını da yudum, quruladım çünkü bulaşır da yemək bişərkən. Belə. İndi o hazır. İndi də isti su götürüm. İlıq su edim çaynikdən. Yuxaları isladım xanımlar. Sonra dönüb bu qabları yuvaram. Buranı səliqəyə salaram. Günorta yeməyindən sonra da balığı çıxardıb təmizləyib soğanlı yarım marinad edib qoyaram ki, axşam qızartmaq üçün xanımlar. Belə əzizlərim, hələ ki bu qədər. Kofimi də içim qutarım və çörəyimizi isladıq. Çörəkdə deyirəm, əslində yuxadır. Amma dilim öyrəşib çörək demək, çünki yuxamız azdır. Uşaqlar yemək üçün tez onu isladım. Xanımlar, uşaqlar yedilər, mən də özümə də çəkim. Nuray da getdi dərsə. Cəsur da yenə öz işindədir, kompüterinin başındadır, işlərini görür. Belə mən adətən qırmızı eləyirəm, tomatını çox eləyirəm. Bu dəfə tomatını özüm az elədim. Baxın, çox qəşəngdir, qatıdır. Belə. Burası saat 2-yə qalıb 25 dəqiqə. Belə xanımlar, və bunu istəsəniz üzərinə biz belə də sevirik, qatıq sarımsaqla. Bu elə belə qatıq deyil xanımlar, sarımsaqlıdır. Göz haqqınızı helal edin əzizlərim. Allah hər birinizin ruzunuzu bol etsin, süfrələrinizi bol etsin, canınızı sağ etsin, ibadətlərinizi Allahım qəbul etsin. Belə, bu da çörəyi də islatdım, yedi uşaqlar. Bu elə mənə bəsdir. Belə xanımlar. Dəsmalı da buradan götürmürəm, çünki qolumu bura qoyuram, radiatora isti olur. Bura mənim yerimdir. Belə, bu da səhər və günorta yeməyim. Xanımlar, telefonum burada zərəfqadadır. Burada belə. Balığı çıxartdım xanımlar. Baxın, belə fareldir, böyük. İndi bunu təmizləyim, amma çəkiliş etməyəcəm. Baxın, yəni fareldir. Bunu təmizləyim, yuyum, doğrayım və sonra da marinad edim. Duz, istiot, bir də soğan əlavə edəcəm xanımlar. Və bugün də axşam bunu qızardaram. Xanımlar, yudum, təmizlədim. Bir qədər suyu burada moykanın içində belə çəkildi suyu. İndi belə qoydum taxtanın üzərinə də plyonka keçirdim. Salatan keçirdim belə, nə qədər olmasa. İyisi qoxusu qalmasın. Belə. Ola bilsin ki, buralarda nəsə bəlkə pulcuq düşmüş olar xanımlar, belə çox xırda pulcuqları vardı. Ola bilsin ki, mənim gözümdən qaçmış olar, görmürəm. Onu qüsur kimi qəbul etməyin. İndi bilsin ki, görməzdən keçdiyimdə ola bilər, görməmişəm xanım, amma sildim, biraz divarda belə sildim. Düzdür, çox belə səliqəsiz iş görmürəm, səliqəli yavaş-yavaş edirəm ki, çox düşməsin evi, amma ola bilsin ki, düşə də bilər. Belə, indi bıçağımı itiliyim, bunu qəşəng doğrayım, soğanlayım, duzlayım xanımlar. Qoyum soyuduca. İndi saat 3-ə işləyib 15 dəqiqə, saat 5-ə qədər yaxşı qalsın. 5-ə, nə bilim, 6-ın yarısı falan başlayaram qızartmağa. Belə əzizlərim. Xanımlar, balığı doğradım. Baxın. Belə. İndi nəyə göstərmək istəyirəm, nə demək istəyirəm xanımlar. İlk dəfədir ki, belə bir şey oldu. Mən də belə balıqda belə bir şey gördüm. Baxın, doğrayanda sanki belə qusoklar parçalanırdı özündən. Baxın xanımlar. İndi bura bir qat belə yığdım ki, sonra həmişəki kimi ürəkli belə qarışdıra bilməyəcəm də. Qarışdırsam bunlar bütün əziləcəklər. Ona görə soğanı qoydum bir sıra. Və bir sırada indi üstünə duzla istiot əlavə edim, səpim. Duz qablarımı da doldurmaq lazımdır. İkisinki də azalıb. Çox da duzlu olmasın.
Sonra qarışdıraram yüngülvari. Yəni bilim ki, hər yerinə duz dəydi. Belə olsun duz payı. İstiyatda. Və bir dəfə bir izləyici bacımız mənə yazmış ki, Sevinç bacı, mən bişirəndə həmişə bu balıq həmişə məndə əzilir. Ola bilərmi ki, buzluqdan çıxardıb bişirirəm? Mən də yazdım ki, yox bacı, yəqin ki, bəlkə də balığın özü biraz, necə deyim, köhnəlmiş kimi ola bilər ki, əzilir. Yəni mən də el olub buzluqdan çıxartmışam. Öncəkilər də görmüşdünüz də, mamam gələndə də bişirmişdim. Yəni onu buzluqdan çıxardıb bişirmişdim. Heç də belə olmamışdı da. Yəqin ki, bəlkə də çox qalıb belə havada, soyuducusuz. Ola bilsin ki, mən də bunu dünən axşam Rauf gətirdi. Nə buzluğa qoymadım xanımlarda. Yəni ilk dəfə belə bir şeydir. Nə təmizləyib qoymadım da. Elə o vəziyyətdə qoydum soyuducuya. Bilmirəm, indi ondan ola bilərmi belə olmağı, bunu da bilmirəm. Belə. Baxın. Belə, yox, ən azından pişəcək, tərkibi közündə olacaq bir təri qızardaram. Baxın, görürsünüz, dağılır. Tavanı birinci yaxşı isidib, sonra qoyaram qızarmağa. Baxın, belədir, görürsünüz. İndi mən bunu qoyum kənara. Başı da mən son vaxtlar bu il girəndə belə eləmirəm. Bax, bu birinci buradakı nə deyirlər ona, jabrları çıxartdım və indi bu qabıq yerlərini də kəsmək istəyirəm. Bunu axıra saxladım ki, əvvəlcədən eləsəm deyirəm, əlimi kəsəcəm, sonra da balığı rahat doğraya bilməyəcəm. Bıçaq sürüşüb əlimi kəsməsə yaxşıdır. Bunu da buradan götürmək istəyirəm, yalandan tavada yer tutmasın. Sürüşkən eləmək olmur. Aha, kesildi. Getsə yaxşıdır. Siz deyirsiniz ki, burada nə var ki, ümumiyyətlə başı atmaqda olar. İndi bəlkə güləcəksiniz, nə bilim, kim necə yanaşacaq, amma mən sevirəm. Gözləri də çıxdı, yuyacam bunu. Baxın bu hissəsi. Bax, bu beyin hissəsində bunun yağı olur. O dadlı olur və faydalıdır. Uşaqlar heç kəs bunu qəbul etməsə də, bunu yeyə bilməsə də mən bunu yeyə bilirəm. Uşaq vaxtından papa bizə öyrətmişdi. Mən onu sevirəm. Düzdür, hər balıqda yox da xanımlar, iri balıqda. Balaca balığın nə başı var ki, onun başında nə olasıdır ki? Balıq pişən gün ona görə mən bugün hamısını qızardıram ki, yenə hansısa gün yenə bir dam çıxartıb qızardanda yenə iyisi qoxusu qalacaq deyib də xanım, ona görə bugün pişirəcəm. Bugün də yeyilər, qalar sabah da yeyilər. Belə, bu da belə. Və bu soğanları da əlavə edin bura. Cəcərmiş olanda nə olur ki, soğandır da. Belə. Əlimi yuyum xanımlar, duzunu da istiyatını da əlavə edin, qarışdırın. Hava yaxşı olur, adam həyətdə eləyir. Həyətdə də iyi çıxır xanımlar, yayılır hər yanı, onu da xoşlanıram.
Rafi'nin şərabda almışdı bu gün. Əslində zoğalda var. Zoğal turşusu da belə palçıq turşu. Burada bir dənə də qırmızı soğanım qalıb. Bir dənə də qırmızı soğanım var, qəşəng iri. Bunu təmizləyib hazırlayarım göyərtini. Baxın, beləçə naşərab alıbdır Rafi'ni. Baxın, keçən də bundan almışdı. Belə. Biz mağazindən alınanları daha çox, onlar bərəkətsiz olur da, belə deyim. Belə Rafi alır, gətirir, bunlar yaxşı olurlar xanımlar. Nə bilim, indi sədrəkdə hardan alıb, kimdən alıb. İndi bunu qarışdırım. Əlimi balığa salmamış, telefonu söndürüb xanımlar və bunu qarışdırım. Qarışdırdım xanımlar, bir təri ehmallı yavaş-yavaş qarışdırdım. Altının üstünə belə bir təri çevirdim. İndi üzünə salama paketdə keçirim xanımlar. Qoyunu soyuducuya. Böyle 2 saat dursun belə. Qızlar, bunu da hazırladım ki, axşama bir də iş kimi qalmasın. Soğanı soydum, udum doğradım, cəfəri, bir də üzərinə sumaq əlavə etdim. Raf hardan almışdı bunu? Lahıcdan. Lahıcdan alıb getmişdi bu sumağı. İndi bu paketle də üzərinə örtüm. Şapçıqelim və bunu soyuducuya. Bu da hazır. Bu da hazır. Bunu da koyayım soyuducuya. Çaynik'i yandırım. Bir dənə çaynik sinsin. Bir dənə çay sinsin. Lafət bacıma yazım, görüm boşdursa. Gəlsin, biraz oturaq. Qazı da axşam silərəm, yuvaram. Balığı qızardandan sonra. Belə hələ ki işim bu qədər xanımlar. Saat 3'ə qalıb 10 dəqiqə. Saat 5'ə kimi istirahət vaxtımdır. Artıq heç etməyəcəm. Dünən yenə təmizlik etmişəm. Evlər toz suranlamışdım. İndi də biraz istirahət edək. Bir dənə çay içim. Kofe yox, çay istəyirəm içmək mürəbbi ilə. Adaptırımda bütün gün telefonum zaryatkadadır xanımlar. Siz burada taxıram. Zaryatkada ola-ola həm çəkilişdə edirəm. Bəzən də açıram duaları, ayələri ki, boşluq olmasın. Açıram ayələr, ayət-i kürsüdür, Vaqiə surəsidir. Yəni özüm də əzbər bildiklərim var, amma yenə də onlar səslənəndə özüm də ürəyimdə oxuyuram. Mənə çox rahatlıq verir. Xanımlar, artıq balığımızı qızardım. Görək nə tər olur, necə olur. Tavanı çıxartdım. Yapışsa da, ama bu böyükdür da xanımlar. Bir də var o göy tavam, o düzü dərindir, ona yapışmır, amma az tutur o. O çox işlətdiyim tava. O az tutur, ona görə bunu da eləyərəm. Onu götürüm. Dursun, birdən lazım olur. Belə unumuz. Bu soğanımızdır. Mən o soğanı çörək əvəzi yeyirəm. Balığı, yəni çörəksiz yeyirəm. Xanımlar, o soğanla yeyirəm. Keçən olur. Bu da balıqlarımız. Bunu da yavaş qaldırıram. Gəlib yağ bura qədər gəlməsin deyə yavaş qaldırıram.
Hələ ki bu qədər əlavə etdim ya. Artıq lobya supunu bilirəm yeməyəcəklər. Yeyilib də balıq da sveji qızarır. Daha hamı balıq yeyəcək. Lobya supunu baxın bu çifal qazanda onu gərək boşaldım. Qırmızı qazana emalirovunu şirəli qazana götürüm. Bunu buradan kesmək olmuyor. Kəsəndə çox dərin gedir. Ona görə elə dursun üstündə pişir də qızarır. Saat neçədir? 6-ya işləyib 10 dəqiqə. 6-ya qədər qızardıb bitirə bilsəydim yaxşı olardı. Yaxşı sinsin. Fareli nəyini sevirəm? Belə qırmızı olduğunu, narıncı olduğunu sevirəm. Və çox bu sümüklü balıq deyil xanımlar. Amma daha dadlısı kütündür. Amma onun sümüyü çox olur. Dəniz balığı arasında kütün. Bu kebap işi dağılır. Bir təhəri qızardarıq. Bunları da oynayın, yarın buna bir dəfəlik bununla tutarım.
Yudum buraları xanımlar. Qabları, ləyəni hamısını yudum. Kənara qoydum. Gəlin baxaq görək. Hələ açıq rəngi. Qızarsın hələ. Elə Rauf zəng elədi ki, evə nəsə lazımdır. Dedim dənəz qışanlı. Qatlaşdırılmış süt tutarıb. Bugün kofini ilə şəkər tozundan içdim. Mən neynəsəm də şirniyyatdan əl çəkə bilmirəm. Düzdür, azaltmışam, az istifadə edirəm. Bir dənə kofedə istifadə edirəm. Bəzən də olur, ben de bugün mürəbbi ilə çay içdim. Amma Rauf şirniyyat istifadə etmir. Bir aydan artıqdır. O istifadə etmir heç nə. Bir uşaqlarla mən. Bir dənə qışın dedim alsın, başqa çörək var, hər şey var. Məndə də kofenin dadını elədi ki, mənə ızqışonu tamamlayır da, onsuz mənə elə bir dad çatmır. Biraz opşa sümüyə yapışıb deyə çıxmır. Bir da qızarsın belə. Göz haqqınızı halal ediniz istəyirəm. Pəncərəni də açmışam ki, iyisi qoxusu getsin. Bunun səsindən xoşum gəlmir deyə. Böyle bir traktordur. Bir koy işləsin. Ben telefonu söndürüm. Böyle naşərəbimi de çıxardım. Onu da bir qaba yerləşdirim. Bunu da süfrəyə verərkən qarışdıraram. En çok sevdiğim budur. Naşarab olmasa da soğan. Kırmızı da olmasa adi ağ soğan. Hanımlar. Çok rahat şekilde çevirdim. Hanımlar qırılıb eləmədi şükür. Dedim indi ofalanacaqlar. Həm də bu yüzü də qızarsın. Birinci parçamız hazır olur. Hanımlar bakın, bunu da yerleştirdim ama un yanıp bakın kızarır. Bu da kızarsın. Bakın ne geçen kızardı hanımlar, qırılıb eləmədi. Mən deyirdim qırılar birdən dağlar da. Bakın en dağınıq olan buydu, görürsünüz hanımlar. Belki de onun sayesinde yapıştı birbirine veya duzda kaldı ne kadar olmazsa. Görünüşü boş olsa da ama belki de birbirine ne bileyim. Bakın böyle her iki yüzde geçen kızardı. Göz hakkınızı halal edin hanımlar. Mən də süfrəmi hazırlayayım. Naşarabı da belə yerləşdirdim. Baxın nə qəşəng belə naşarab kimi yox, elə bir palçıq turşu kimi də belə bir görünüşü var hanımlar. Bunları qoyum masaya. Çörəyi də çıxardım. Göz hakkınızı halal etmək istəyirəm. Allah hər birimizin rızımızı olsun da bizim belə sadə süfrəmiz Allah verəndən, Allah hər birimizə, hər kəsə can sağlığı versin. Pişirdiyinizi, düşürdüyünüzü, ailənizlə, evladlarınızla baş-başa mehribancasına nuş edəsiz əzizlərim. Bunu qoyursınuz, mən də çay sözüm. Bu da skuşunkan. Bu da apelsin de alıp bundan da yum koyun. Apelsinimiz kurtarmıştı. Qablarımı da yum, meyve de koyun. Yağını töktüm, pardon heyete. Kenarına yağdandı. Yürüyüşe çıktık hanımlar. Rauf zibili vardı, onu attı. Bu bizim yanımızda yakında olan İran magazinidir. Çok vaxt buradan alışveriş edirik. İran değil aslında, ne yazılıb? Şahin Çərəz Aləmi, Ordubad. Mən də İran deyirəm. Elə İran deyirik, Ordubad yazılıb.
Bugün də belə keçdi əzizlərim. Mətbəxdəykən çəkilişlər etdim sizin üçün. İndi isə düşək yürüyüşümüzə edək. Hava soyuq, çox şaxtalı. Amma adam yerdikcə isinir. Ora İran mağazin deyil. Biz niyə İran mağazin deyirik? Nəsə nə bilim, nə çərəz yazılmışdı, Ordubad. Ordubad. Biz də İran. Biz də İran, mən əsasdan mən həmişə deyirəm İran mağazin, biraz fikir vermək. Amma əslində elə o İran mağazinlərində elə hamısı da İran məhsullarıdır, hə. Elə də düzüblər. Ona görə İran mağazin deyirdim həmişə. İndi belə video çəkirdim deyə başımı qaldırdım, yuxarı yazıya baxdım. Mağazin adı başqa olur amma içindəki hamısı İran məhsulları. Hə də İrandır, düzdür. Deyim, gör biləcərin içində nə tərəf probka olur, yollar ayrı. Dəhşət probka deyil, dəhşət.